ehtiyaclarım var. Mənim emosional ehtiyaclarım var. Mənim emosional ehtiyaclarım var. Çoxumuz bunu deyirik, düzdür? Hətta bir psixoloq bununla bağlı danışanda çox böyük münaqişələr, mübahisələr olmuşdu bu mövzuda. Amma mən o tərəflərdən danışmayacağam. Bugün sizə emosional ehtiyaclar nədir, bununla bağlı məlumat verəcəm. Emosional ehtiyaclarımız qarşılanmayanda biz nələr yaşaya bilərik? Emosional ehtiyaclarımızı necə qarşılaya bilərik? Sizə xüsusi sual çalışması, praktik çalışmalar da təqdim edəcəm. Həmçinin əgər istəklər olsa kiçik bir meditativ çalışma da edərik və sonda isə sizə hədiyyəm olacaq. Xoş gördük. Mən yaşam koçu Aynur İsmailova. Bugün sizinlə emosional ehtiyaclar haqqında danışacağıq. Necəsiz? Özünüzü necə hiss edirsiniz? Ümid edirəm yaxşısınız. Daha da yaxşı olmanız üçün nələr mümkün? Emosional ehtiyaclar deyəndə nə başa düşürük? Baxın, hər birimizin fiziki ehtiyaclarımız var. Bunlar nələrdir? Yemək ehtiyacı, yatmaq ehtiyacı, yuxu ehtiyacı və s. kimi ehtiyaclar. Biz bunları qarşılayırıq. Çünki bunlar vacibdir və bunlar qarşılanmayanda biz bilirik ki, nəticəsi pis ola bilər. Və bunlarla yanaşı bizim emosional ehtiyaclarımız da var. Amma çoxumuz emosional ehtiyaclarımıza elə də önəm vermirik, təəssüflər olsun ki. Və bu ehtiyaclar da qarşılanmayanda bunun nəticəsi də çox pis olur. Bu da bizim üçün böyük problemlər yarada bilir. Amma bunlar gözlə görünmədiyinə görə biz bunların nə olduğunu çox vaxt bilmirik, fərqində olmuruq. Əslində o ehtiyaclarımızın qarşılanmadığının belə fərqində deyilik. Özümüzü bəzən boşluqda hiss edirik, bəzən stresli oluruq, bəzən gərgin oluruq. Amma anlamırıq ki, bunun səbəbi nədir? Bütün bunların səbəbi bizim bu emosional ehtiyaclarımızın qarşılanmamağıdır. Ona görə də bugün sizinlə elə bu mövzuda danışmaq istəyirəm ki, fərqindəliyiniz olsun, öz emosional ehtiyaclarınızı tanıyasınız, görəsiniz və onlarla bağlı hansı ehtiyac qarşılanmayanda bu sizə necə təsir edir, bunları öyrənəsiniz və beləliklə də özünüzlə bağ qura biləsiniz, özünüzü daha yaxşı tanıyasınız və öz emosional ehtiyaclarınızı da fiziki ehtiyaclarınız kimi önəmsəyib onları qarşılamaq üçün əlinizdən gələnləri edəsiniz. Baxın, gündəlik qaça-qaçda biz bəzən özümüzü yorulmuş hiss edə bilirik. Daxili dünyamızın səsinə qulaq asmaya bilirik. Ruhumuzun, emosiyalarımızın nəyə ehtiyacı olduğunu hiss edə bilmirik. Bəs siz hiss edə bilirsinizmi ruhunuzun nəyə ehtiyacı var? Emosiyalarınızın nəyə ehtiyacı var? Bölüşə bilərsiniz cavablarınızı. Duyğularımla işləmək istəyirəm. Əslində duyğular hər şeyin başlanğıcıdır. Biz çox şeyi duyğularla qəbul edirik. Yəni insan duyğusal varlıqdır və duyğularımızı düzgün idarə etməyi bacaranda, emosiyalarımızı düzgün idarə etməyi bacaranda biz həyatımızı da düzgün idarə etməyi bacararıq. Ona görə də emosiyalarımıza diqqət etmək lazımdır və emosional ehtiyaclarımızı da arxa plana qoymaq olmaz. Bugün biz daxili dünyamızın səsinə qulaq asmağı, bastırdığımız və ya fərqində olmadığımız duyğuları eşitməyi öyrənəcəyik, onları kəşf edəcəyik və onları sağlam şəkildə qarşılamağın yollarını öyrənəcəyik. Emosional ehtiyaclar nədir? Emosional ehtiyaclar insanın psixoloji cəhətdən sağlam, balanslı, xoşbəxt hiss etməsi üçün ödənməli olan daxili tələbatlarıdır. Bu ehtiyaclar ödənəndə biz özümüzü çox xoşbəxt hiss edirik və necə ki, ac insan yemək yeyir, qidalanır və özünü yaxşı hiss edir. Bax, bu ehtiyaclar da qarşılananda biz özümüzü elə hiss edirik. Emosional ehtiyaclar çoxdur. Bəzən emosional ehtiyacları başqa cürdə qarşılayırlar. Bunlar
egoizm deyil, bunlar nəyəsə naz eləmək deyil, bunlar yəni özünü yuxarı qaldırmaq deyil. Bunlar hər kəsin ehtiyacıdır. Amma bəzən ətrafımızda olan insanlar bu ehtiyacları önəmsəmədiyinə görə biz gərginləşirik, biz əsəbi oluruq, stressdə oluruq. Elə ona görə də öz emosiyalarımızı bilək, emosional ehtiyaclarımızı görək və onlarla bağlı da o ehtiyacları qarşılayaq. Çox emosional ehtiyaclar var. İndi mən sizə bir neçə ehtiyacı izah edəcəm. Siz də özünüzə baxın, görün, bu ehtiyaclarınız necə qarşılanır? Qarşılanırmı? Qarşılanmırsa bu sizə necə təsir edir? Yəni, emosional ehtiyaclar bizim həyatımızın əsasıdır. Birinci emosional ehtiyac bağlılıq və aidiyyat ehtiyacı. Bu nə deməkdir? Bir insanla mənalı ünsiyyət qurmaq, yəni kiməsə bağlı olmaq. Burada kimlər nəzərdə tuta bilər? Valideynlər, övladlar, sevdiyin insan, yəni həyatında olan sevdiyin insan, qohumlar, qonşular və s. Aidiyyat. Harasa aid olmaq. Misal üçün biz bir ailənin üzvüyük. Misal üçün biz bir həyətdə qonşuyuq. O qonşuların biriyik. Hətta toy olanda görürsünüzmü? Hər hansı bir toy məclisində deyirlər ki, filan kəsin iş yoldaşları gəldi, filan kəsin qonşuları gəldi, filan kəsin qohumları gəldi və s. Bax, o insan onların hər birinə ayrı-ayrılıqda aiddir. İş yoldaşlarının kollektivinə bir şəkildə aiddir. Qohumların içində bir aidiyyat duyğusu var. Qonşuların arasında bir aidiyyat duyğusu var. Və indi təsəvvür eləyin ki, bir insan heç yerə aid özünü hiss eləmir. Demək, onun aidiyyat duyğusu qarşılanmır bu zaman. Elə insanlar var, bəzən özünü tək hiss edir, deyir ki, misal üçün işdə özünü tənha hiss edir, iş yoldaşlarına düzgün ünsiyyət qura bilmir, özünü sıxılmış hiss eləyir, bəzən onu orada təkləyə bilirlər. Orada onun aidiyyat emosional ehtiyacı pozulmuş olur. Və yaxud da ailənin özündə, ailənin hansısa üzvünü orada görmürlər, onun istəklərini qarşılamırlar və s. O orada artıq özünü o ailəyə hiss eləmir. Deyir ki, sanki mən burada yadam, məni burada önəmsəmirlər. Ona görə də bu çox vacib bir emosional ehtiyacdır ki, bunun qarşılanması da insan üçün öndə gəlir. Yəni, hər bir insan sosial əlaqələr yaradır və hər hansı bir qrupa, hər hansı bir cəmiyyətə özünü mütləq hiss etməlidir ki, bu onun aidiyyat və bağlılıq emosional ehtiyacını qarşılamış olur. İkinci emosional ehtiyac muxtariyyət və müstəqillik. Öz dəyərlərinə və məqsədlərinə uyğun seçimlər etmək, azad qərarlar vermək və müstəqil olmağa ehtiyacı. Burada çox insanın, xüsusilə uşaqlıq vaxtında muxtariyyət və müstəqillik ehtiyacı pozula bilər. Bəzi valideynlər deyirlər ki, uşaq nə bilir, nə necədir, mən necə istəyirəm, elə olmalıdır. Və belə olanda artıq uşağın müstəqillik ehtiyacı, seçim etmə bacarığı burada pozula bilir. Azad qərarlar verə bilmir. Burada onun demək ki, müstəqil olmaq ehtiyacı pozulur. Bəzən olur ki, ailə daxilində bu baş verir. Misal üçün, tutalım ki, ailədir, ər-arvaddır və kişi deyir ki, mən nə deyirəmsə o olmalıdır. Və burada qadının heç bir özünə məxsus qərar vermə gücü olmur. Deyir ki, misal üçün, mən deyirəm işləmə, işləməyəcəksən. Mən deyirəm filan yerə getmə, getməyəcəksən. Bu paltarı geyinmə, geyinməyəcəksən. Yəni, burada nə baş verir? O ailədə həmin qadın özünün muxtariyyət ehtiyacının pozulmasını görmüş olur. Ona görə də bu ehtiyacı qarşılanmayanda da artıq nə baş verir? İnsan aqressivləşməyə başlayır. Hər kəsin
bu ehtiyacı qarşılanmalıdır. Hər kəs özü müstəqil qərar verməyi bacarmalıdır. Təbii ki, indi məsləhət də lazımdır, indi ətrafın fikirlərini də nəzərə almaq lazımdır. Amma biz ən azından öz fikrimizi ifadə edə bilərik və biz öz seçimlərimizi də deməliyik ki, o seçimlər də qarşı tərəfdən, ətrafımızda olan insanlardan dəyərləndirilməli və görülməlidir. Yoxsa çox yerlərdə ağzından vurulan kimi olanda o zaman nə baş verir? Artıq sən növbəti dəfə seçim etmək istəmirsən. Deyirsən ki, onsuz da önəmi yoxdur, onsuz da əhəmiyyəti yoxdur. Mənim fikrimi heç kəs önəmsəməyəcək, mənim dediyim onsuz da olmur və bu zaman nə baş verir? Sən ətraf tərəfindən idarə olunursan. Sadəcə kim nə deyirsə onu edirsən. Bu da təbii ki, yaxşı hal deyil və bu sənin bu emosional ehtiyacının da qarşılanmamağı deməkdir. Üçüncüsü, tanınmaq və dəyərləndirilmək ehtiyacı. Düşüncələrinin, hisslərinin və nailiyyətlərinin başqaları tərəfindən qəbul olunması, qiymətləndirilməsi və təqdir edilməsi ehtiyacı. Bu ehtiyac əslində o qədər gözəl ehtiyacdır ki, bu insanı çox xoşbəxt eləyir. Yəni, baxın, sənin hər hansı bir uğurun olur və qarşında olan insanlar, yaxında olan insanlar buna görə səni təbrik edirlər, bunu dəyərləndirirlər. Bu səni xoşbəxt edir ki, bəs ətrafındakı insanlar mənim bu uğurumu gördü. Yəni, tanınmaq və dəyərləndirilmək ehtiyacı. Hisslərin dəyərləndirilir, dediyim kimi, nailiyyətlərin dəyərləndirilir, düşüncələrin, hər hansı bir fikri deyirsən qarşındakı insanlara. İndi burada hər kəs ola bilər. İş yoldaşımı, qohummu, övladmı, valideynmi, həyat yoldaşımı və s. O sənin düşüncələrinə önəm verir, onu müzakirə edir, birlikdə nə isə danışırsınız, hisslərini bölüşürsən, o sənin hisslərini anlayır. Bax, bunlar çox böyük emosional ehtiyaclardır və bu emosional ehtiyaclar qarşılanmayanda bu insana doğrudan da çox böyük təsir edir. Hətta böyük travmalar da vura bilər bu insana. Bəzən olur uşaqlıqda, ən çoxu da uşaqlıqda bunlar qarşılanmayanda, böyük vaxtlarda bu bizə çox pis təsir edə bilir. Misal üçün, hər hansı bir uşaq məktəbdə gedir, uğur qazanır, yaxşı qiymətlər alır və gəlir. Valideyninə deyir ki, bəs mən filan dərsdən 5 almışam, müəllim mənə belə-belə sözlər dedi, məni təriflədi. Və nə baş verir? Valideyn isə heç onun o dediyinə bəzən qulaq asmır, bəzən də deyir ki, almalısan, sənin borcundur yaxşı oxumaq, bəs mən sənin üçün hər şey eləyirəm və s. Yəni, kiçimsiyir də onun uğurunu. Bəzən hansısa bir insan, hansısa bir bacarığı olur, tutalım ki, bir alətdə ifa eləyir və bu onun tanınmaq istəyidir ki, məsəl üçün o ifa etdiyi alətlə insanlar içinə çıxır, insanlar onu bəyənirlər, ona rəğbət göstərirlər, o onu xoşbəxt edir. Yəni, öz bacarığımı tanıtdım, göstərdim. Və yoxdur, hər hansı bir istedad fərqi yoxdur. Hər bir insanın içində o var və hər kəsin müəyyən qabiliyyəti, bacarığı var və bununla bağlı da özünü göstərmək istəyi var. Və bunu da ətrafdakı insanlar dəyərləndirəndə, görəndə demək ki, onun həmin bu tanınmaq və dəyərləndirilmək emosional ehtiyacı qarşılanıbdır. Təqdir edilmək, yəni əzizlərin tərəfindən xoş sözlər eşidilmək, misal üçün valideynlər tərəfindən və yaxud da həyatında olan insan tərəfindən xoş söz eşitmək və yaxud da elə övladın dediyi xoş sözlər. Bəzən məsəl üçün olur ki, valideyn öz övladları üçün hər şey edir, əlindən gələnləri edir. Amma övlad sanki belə də olmalıdır deyə davam edir yoluna. Bir təşəkkürü belə demir. Mənim anam nə yaxşı anadır, mənim atam nə yaxşı atadır, mənim üçün bu şəraiti yaradır, mənim üçün bunları edir, demir. Deməli, övlad tərəfindən valideynə qarşı bu ehtiyac qarşılanmır. Düzdür, valideyn əslində bunu etməlidir. Hər bir valideynin borcudur ki, övladı üçün təhlükəsiz mühit yaratsın, övladının yaxşılığı üçün əlindən gələni etsin. Amma valideyn bunu edəndə, övlad da bunu dəyərləndirməyəndə, görməyəndə, bu təbii ki, hər bir valideynə pis təsir edəcək. Və yaxud da əksinə, övladı sən onun üçün hər şey edirsən, övlad da gedir, uğur qazanır. Misal üçün, tutalım ki, bir ailə övladını hazırlıqlara qoydu, o da getdi, oxudu.
və hər hansı bir universitetə qəbul oldu, müəyyən bal topladı. Amma övlad da istəyirdi ki, bu başqa bir universitetə qəbul olsun, başqa bir biraz daha çox bal toplasın. Bu zaman nə edir? Deyir ki, bu nədir? Az bal toplayırsan. Bəs mən sənə bu boyda əziyyət çəkmişəm. Sən getdin başqa yerə qəbul oldun, az bal topladın və s. Nə baş verdi? Onun qəbul olunduğu yer valideyn tərəfindən təqdir olunmadı. Onun zəhməti, əməyi təqdir olunmadı, kiçimsənildi. Və nə baş verdi? Onun dəyərləndirilmək ehtiyacı qarşılanmadı. O emosional ehtiyacı qalır və bu insana pis təsir edir. Və yaxud da tutalım ki, sən bir yerdə işləyirsən, bir mühitdə işləyirsən, əlindən gələn işləri görürsən, yaxşı işçisən, öz işlərini düzgün şəkildə, öz öhdənə düşənləri düzgün şəkildə edirsən, amma sənin rəhbərin bunu qiymətləndirmir. Bu zaman o işçilərin rəhbər tərəfindən dəyərləndirilmək emosional ehtiyacı pozulur. Ona görə də hər bir rəhbər yaxşı olar ki, öz işçilərini daim görsün, izləsin, onların işlərinə baxsın və onların gördüyü işlərə görə onları dəyərləndirsin. Ki, bax, sən bu işi yaxşı gördün, bax, səndə bu müsbət bacarıqlar var, bax, sən bunun öhdəsindən çox gözəl gəldin. Bunu rəhbər öz işçilərinə deyəndə, o işçilər daha da həvəslə işləməyə başlayır. Daha çox nələrsə edib, daha çox rəğbət qazanmaq istəyir. Niyə? Çünki onun emosional ehtiyacıdır. Bunu görürsə də o onun içində xoşbəxtlik duyğusunu gətirir və anlayır ki, deyir ki, deməli mənim rəhbərim mənim işimə dəyər verdi. Deməli mənim rəhbərim mənim elədiklərimi, cəhdlərimi qiymətləndirdi və bu onun bu ehtiyacının qarşılanmağı deməkdir. Çox nümunələr çəkmək olar. Yəni ki, bu hər kəsin duyduğu, görmək istədiyi bir ehtiyacdır ki, onu da biz də çalışaq ki, ətrafımızda olan hər bir insana qarşı edək. Yəni, ətrafımızda olan hər bir insanı dəyərləndirməyi bacaraq. Ətrafımızda olan insanlara xoş sözlər deməyi bacaraq. Elə hamının ehtiyacı var buna. Bir görürsən insandır, bəzənib, gözəl görsənir, onun o gözəlliyini ona de, tərif ehtiyacıdır. Onun o emosional ehtiyacını sən qarşıla, bir insan olaraq qarşıla. Doğrudan da onu gözəl görürsənsə, xoşuna gəlirsə və yaxud da ətrafında görürsən ki, kimsə nədəsə bacarıqlıdır, deyən sən bu işi nə gözəl gördün, bunu ona de. Və yaxud da kiminsə hər hansı bir qabiliyyətini görürsən, tutalım bir rəsm çəkə bilir, bir musiqi ifa eləyə bilir, oxuya bilir, nə bilim, dərzidir, nə isə gözəl tikir, hər hansı bir peşəni gözəl yerinə yetirir, misal üçün müəllim mi deyim, tutalım ki, hər hansı bir işdə olan, tutalım, mühəndis mi deyim, satıcı mı deyək, elə ki, yaxşı satış edir, xoş rəftar edir gələn müştərilərlə. Bunu belə demək olar ki, təşəkkür edirəm, sən bunu çox yaxşı edirsən. Misal üçün, mən olur ki, bəzən gedirəm mağazada bir geyim seçəndə, orada olur ki, satışda olan xanımlardan soruşuram. Deyirəm ki, bu mənə necə durdu, necə yaraşdı bu geyim mənə. Və mənim geyim aldığım bir neçə mağazalar var ki, oradakı xanımlar artıq məni tanıyırlar. Mən artıq geyimi geyinəndə özləri mənə deyirlər ki, bax, bu sizin üçün də, bu sizə yaxşı durur, yəni bu sizə yaxşı görsənir. Və bu mənə o qədər xoş olur ki, və mən onlara təşəkkür edirəm. Deyirəm ki, çox sağ olun və mən o mağazaya bir də gedirəm. Niyə? Çünki o mənim emosional ehtiyacımı qarşılayır və insan da emosional ehtiyacını qarşılayan yerdə daha çox olmağa çalışır. Çox danışmaq olar, keçək növbəti emosional ehtiyaca. Təhlükəsizlik və güvən emosional ehtiyacı. Həm fiziki, həm də emosional baxımdan özünü təhlükəsiz hiss etmək, sabit və etibarlı mühitdə yaşamağa ehtiyacı. Bu da çox vacib emosional ehtiyaclardan biridir. Təhlükəsizlik və güvən. Baxın, müharibə oldu, düzdürmü? Biz müharibə şəraitində bir müddət olduq. Biz özümüzü necə hiss eləyirdik? Hər an nəsə ola bilər, hər an başımıza bomba düşə bilər, hər an bir şey ola bilər. Bu zaman bizim təhlükəsizlik ehtiyacımız pozulmuşdu. Və yaxud da hər hansı bir insan
ailədə deyək. Orada ailə üzvlərindən daim münaqişələr olur, dava-dalaşlar olur. O insanın bu təhlükəsizlik, emosional ehtiyacı pozulmuş olur. Hər an orada deyir ki, bu dəqiqə kimsə orada mənə bir pis söz deyəcək, bu dəqiqə məni acılayacaq və s. Nə baş verir? Təhlükəsizlik ehtiyacı pozulur. Güvən emosional ehtiyacı, bu da çox vacib, yəni təhlükəsizlik və güvən bir yerdədir. Hər bir insan istəyər ki, güvənli olan bir mühitdə olsun. Bu da həm insan tərəfindən, həm məkan tərəfindən, yəni bu olanda, yəni fiziki də, mənəvi də. Bu insanı rahatladır. Təsəvvürünüzə gətirin ki, siz elə bir insanla münasibətdəsiniz ki, ondan hər zaman nəsə gözləyirsiniz də ki, bu sizə nəsə eləyə bilər, nə bilim, başınıza nəsə gətirə bilər. Burada nə baş verir? Sizin güvən, emosional ehtiyacınız pozulur. O yaşadığınız mühitdə siz özünüzü yaxşı hiss eləmirsiniz. Daim stressdə olursunuz, daim tətikdə olursunuz. Birdən nəsə baş verə bilər. Birdən yenə də ondan mən nəsə görərəm. Və bu təhlükəsizlik və güvən bir-biri ilə əlaqəli olan bir emosional ehtiyacdır. Bu emosional ehtiyacı pozulan insanlar həqiqətən çox stressli olurlar. Özlərini daim kontrol məcburiyyətində saxlayırlar ki, mən hər zaman kontrolda olum ki, birdən nəsə olar, yəni ehtiyatda olmağa çalışırlar. Bu da ki, insanı çox yorur təbii ki. Ona görə də elə bir mühitdə olun ki, elə bir insanlarla ünsiyyətdə olun ki, ətrafınızda elə bir insanlar olsun ki, həm təhlükəsizlik, həm də güvən emosional ehtiyacınız qarşılanmış olsun və siz də çalışın, elə bir insan olun ki, ətrafınızda olan insanlar siz tərəfindən güvən emosional ehtiyacının qarşılandığını hiss eləyə bilsinlər. Siz də qarşı tərəflərə, ətrafınızda olan insanlara güvən verən insan olun. Misal üçün, yenə də deyirəm, işdə də bu ola bilər, ailə mühitində də ola bilər, qohumda, qonşuda. Misal üçün, tutalım ki, hər hansı bir insan oğrudur və insanlar bilir ki, bu adam oğrudur da, haqqında nələrsə eşidiblər və yaxud da tutulub və s. Binasında oğru insan yaşayan bir bina, yəni tutalım ki, böyük bir binadır və orada bir oğru bir insan yaşayır. O insanlarda bu ehtiyac müəyyən qədər pozula bilər ki, sabahsı gün o gələr mənim evimdən nəyisə oğruya bilər. Və yaxud da ola bilər ki, ailə üzvlərindən hansınınsa da pis bir vərdişi var. Nə bilim, içki mi içir, hər hansı bir maddə bağımlısıdır. O insan təhlükəsizlik və güvən ehtiyacını qarşılaya bilməyəcək. Niyə? Hər an ondan nəsə gözləyəcək ki, birdən içki içər bir hadisə törədər, birdən bağımlılığı ilə əlaqəli evdən nəsə götürə bilər, buna necəsə davrana bilər. Yəni, bu da insanı çox yoran bir şeydir. Və ona görə də biz bu ehtiyacımız qarşılanmayanda tamam ola bilmirik. Narahatlıqda oluruq hər zaman ki, nəsə ola bilər. Sonra məna və həyat məqsədi emosional ehtiyacı. Həyatda bir istiqamətdə özünü inkişaf elətdirmək, hər hansı bir məqsədə sahib olmaq, mənalı fəaliyyətlərlə məşğul olmaq və özünü faydalı hiss etmək ehtiyacı. Burada bizim hobbilərimiz aiddir, burada bizim peşəmiz aiddir, bizim bacarıqlarımız, qabiliyyətlərimiz, həyat məqsədi, məna və həyat məqsədi emosional ehtiyacı. Elə insanlar var ki, yaşayırlar həyatda, amma həyatlarında məna deyilən bir şey yoxdur. Nə bir işlə məşğul deyirlər, nə bir fayda vermirlər kiməsə, sadəcə günü keçirirlər. Hə, yedim, yatdım, durdum. Yəni, belə insanlarda bu ehtiyac demək ki, qarşılanmayıbdır. Amma insanın bu dünyada hər birimizin bir missiyamız olur da, düzdürmü? Və hər kəsin ətrafa fayda verəcəyi bir şeylər mütləq ki, var. Və bu, onun əslində özünün emosional ehtiyacıdır. Biz elə bilirik ki, biz kimlərsə fayda verirsə də, biz onlara qarşı yaxşı oluruq. Bəli, onlara qarşı yaxşı oluruq, düzdür. Amma əslində biz bunu eləməklə öz emosional ehtiyacımızı da qarşılamış oluruq. Məsəl üçün, bir işlə məşğul olmaq, tutalım ki, bir insan dadlı yeməklər bişirə bilir və bundan zövq alır. Bu ona maraq verir, özünü xoşbəxt hiss eləyir. Və yaxud da bir insanın peşəsi, misal üçün, mən müəlliməm, yaşam koçuyam, təlimçiyəm və bunlar mənim həyatıma zövq verir. Müəllim olmaqdan zövq alıram, insanlara faydalı oluram, müəllim olaraq nələrsə öyrədirəmsə də bu məni çox xoşbəxt hiss elətdirir. Yaşam koçu olaraq, misal üçün,
marafonlar edirəm, seanslar edirəm və o marafonlarda, o seanslarda iştirak edən xanımlar üçün işləyirəm, bilirsiniz. Xanımlardan aldığım gözəl geri dönüşlər gözəl geri dönüşlər mənim həyatıma məna qatır. Mən sevinirəm ki, onlara fayda verə bildim. Sevinirəm ki, onların da həyatında gözəl yol almaları üçün mən də bir vasitə ola bildim. Və bu mənim o ehtiyacımın qarşılanması deməkdir. Və yaxud da təlimlər verirəm. Baxın, elə bugün sizə təlim verirəm. Siz üzr hesab edin. Sizə nələrsə çatdırıram. Bu mövzuda sizi maarifləndirirəm və bu mənim əslində özümün bir ehtiyacımın qarşılanmağıdır. Və həmçinin insan qarşısına məqsədlər qoyur. Tutalım ki, sənin məqsədin var ki, özünə bir ev alasan və bunun üçün başlayırsan çalışmağa. Bu əslində sənin bir emosional ehtiyacındır ki, mən o məqsədimə çatım. Bunun üçün əlindən gələnləri edirsən, işləyirsən, pul qazanırsan, nələrsə edirsən və o qarşına qoyduğun ev almaqdırsa, o məqsədə çatırsan. Nə baş verdi? O emosional ehtiyac qarşılandı və növbəti məqsəd seçə bilirsən. Həyatını bu şəkildə məna ilə, məqsədlə irəlilədə bilirsən. Və beləliklə də sənin emosional ehtiyacın davamlı qarşılanmış olur. Məna və həyat məqsədi, emosional ehtiyacı da bax budur. Yəni insan özünü faydalı hiss edir, insan mənalı fəaliyyətlərlə məşğul olur, özünün məqsədləri olur, məqsədlərinə çatmaq üçün addımlayır. Növbəti emosional ehtiyacımız özünə qayğı və rifah emosional ehtiyacı. Fiziki, zehni və emosional sağlamlığı qoruyan fəaliyyətlərə vaxt ayırmaq. Özünə sevgi və qayğı göstərmək ehtiyacı. Mənim əslində işim elə bundan ibarətdir ki, xanımların bu emosional ehtiyacını qarşılamasına onlara dəstək oluram. Fiziki, zehni və emosional sağlamlığı qoruyan fəaliyyətlər. Bunlara vaxt ayırmaq üçün mən xanımlara dəstək oluram. Hər birimiz özümüzü sevməyə, özümüzə sevgi göstərməyə zaman ayırmalıyıq. Bu bizim emosional ehtiyacımızdır. Özümüzə qayğı göstərməyə bacarmalıyıq. Fiziki olaraq, misal üçün, idmanla məşğul oluruq. Zehni olaraq hər hansı bilgilər əldə edirik, kitab oxuyuruq. Yeni nələrisə təcrübə edirik, bacarıqlar əldə edirik. Bunların hamısı bizim həm özümüzə qayğımız üçün, həm də rifahımız üçündür. Və bu emosional ehtiyacı kənara qoymaq lazım deyil. Bu emosional ehtiyacı hər zaman qarşılamaq lazımdır. Çox xanım var ki, ətrafda olan hər insan üçün əlindən gələni edir, övladları üçün, ailəsi üçün, amma özü bir kənarda qalır. Və bu zaman nə baş verdi? Demək ki, onun özünə qayğısı aşağı oldu, özünə qayğı və rifah emosional ehtiyacı tamamlanmadı. Amma biz nə etməliyik? Birinci, özümüzü məmnun etməliyik, özümüzə sevgi, qayğı göstərməliyik ki, o içimizdə olan sevgi ilə də ətrafdakı insanlarla da daha yaxşı münasibət qura bilək. Bundan daha gözəl necə ola bilər? Və emosiyaların ifadəsi emosional ehtiyacı. Bu da hər kəsin əslində vacib ehtiyaclarından biridir. Hisslərini sağlam və konstruktiv şəkildə ifadə etmək, onları emal etmək və emosional tarazlığı qorumaq ehtiyacı. Baxın, emosiyaların ifadəsi. Çox insan öz emosiyalarını ifadə etməkdə çətinlik çəkir. Bu mənfi emosiyalar da aid ola bilər, müsbət emosiyalar da aid ola bilər. Məsəl üçün, mənim bir insana qarşı sevgim var, amma ona deyə bilmirəm ki, mən səni çox istəyirəm, səni sevirəm. Deməli, mən nə etdim? Öz emosiyalarımı düzgün ifadə edə bilmədim. Və yaxud da kimsə mənə qarşı hansısa davranışı göstərdi və mən əslində onun elədiyi o davranış mənim xoşuma gəlmir. Bundan əsəbləşmişəm. Amma ona demirəm ki, bəs bunu mənə niyə elədin? Ona olan qəzəbimi ifadə eləmirəm. Düzdür, biz emosiyalarımızı ifadə eləməliyik. Amma bunu hər zaman xatırlayaq ki, emosiyalarımızı ifadə eləyən zaman çalışaq ki, özümüzə və ətrafdakılara ziyan vurmayaq. Bunu yadımızda saxlayaq. Əsəbləşirsənsə sağlam şəkildə əsəbləş. Deyə bilərsən ki, nə zaman əsəbləşir insan? Onun sərhədləri pozulanda, ona qarşı hörmətsizlik görəndə, yəni çox səbəblər ola bilər. Deyirsən ki,
Mənə qarşı bu davranışı etməyin xoşuma gəlmədi. Bunu mənə etmə. Bu xoş deyil. Amma bir də var ki, qarşındakı insan sənə qarşı hansısa davranışlar davamlı edir. Bu səni incidir. Amma sən sakit durursan, biruzə vermirsən əsəbləşdiyini və bu zaman nə baş verir? Sənin bu ehtiyacın pozulmuş olur. İnsan öz emosional tarazlığını qorumağı bacarmalıdır. Bununla bağlı mənim bir webinarım da olmuşdu. İstəsəz onu izləyə bilərsiniz. Və bununla bağlı nə edə bilərsiniz? İndi elə insanlar var, özünə qapalı insanlardır da, bilirsiniz də, ekstravert insanlar var, introvert insanlar var. Ekstravert insanlar ünsiyyəti sevir, daim özünü ifadə edir, danışır, rahat olur, ətrafında kim olur olsun, yəni özünü ifadə etməkdə rahat olur. Amma introvert insanlar çox özünə qapanıq olurlar və onlar bəzən çətinlik çəkirlər nəyisə bölüşməkdə. Və o insanlar nə edə bilərlər? Əgər ətrafa biruzə vermirsinizsə, yaza bilərsiniz öz düşüncələrinizi, duyğularınızı bu şəkildə ifadə edə bilərsiniz. Məsəl üçün, rəssamlar öz emosiyalarını şəkillə ifadə edir. Müğənnilər oxumaqla, hər hansı bir musiqi alətində ifadə edənlər, həmən tutalım ki, tar da deyim, pianino da deyim, nə bilim, hansısa alətdə onu ifadə etməklə orada olan duyğularını hansısa formada ifadə edə bilirlər. Gündəlik yaza bilərsiniz, orada öz fikirlərinizi, duyğularınızı bölüşə bilərsiniz. Bu da sizdə müəyyən qədər duyğuların boşalması olacaqdır. Bir çox insan öz emosiyalarını boşaltmadığına görə içində bastırır və zamanla o onun xəstələnməsinə gətirib çıxarda bilir. Bu da təbii ki, heç kəsin istəmədiyi bir şeydir. Ona görə də bu emosional ehtiyacınızı da qarşılayın. Hər zaman öz duyğularınızı sağlam şəkildə ifadə etməyi bacarın ki, sonradan bu sizə fəsad verməsin. Bəli, mən sizlə emosional ehtiyaclarla bağlı danışdım. Bunlarla bağlı əslində çox danışmaq olar. Bir neçəsini mən sizə izah elədim. Yenə də deyirəm, necə ki bizim maddi, fiziki ehtiyaclarımız var, sudur, yeməkdir, puldur, evdir. Bunlar bizə kifayət eləməyəcəkdir. Bunlar kimi biz öz emosional ehtiyaclarımızı da qarşılamağı bacarmalıyıq. Bəzən də olur ki, münasibətlərdə, ailədə tutalım ki, həyat yoldaşı gəlir, öz yoldaşına bahalı nə isə hədiyyə edir, verir. Amma onu əzizləmir, ona xoş söz demir, ona öz sevgisini göstərmir. Nə baş verdi? O sadəcə maddi olaraq onu təmin elədi, amma emosional ehtiyaclarını təmin eləmədi. Ona görə də ailədə, münasibətdə insanlar, ünsiyyətdə olan insanlar, münasibətdə olan insanlar özündən asılı olan qarşı tərəfdən emosional ehtiyacları qarşılamağı bacarmalıdır. Mənim qarşı tərəflə bağlı onun hansı emosional ehtiyacını qarşılamaq məsuliyyətim var? Onu mən qarşılamalıyam. Və bu qarşılıqlı olmalıdır təbii ki. Bir tərəfli olanda təbii ki, yaxşı olmur. Xanımlar mənə bəzən müraciət edirlər. Deyirlər ki, bəs həyat yoldaşım evə gəlir, yeməyini, içməyini verirəm, telefonu alır, gedir, oturur özü üçün, sonra da çıxır, gedir, yatır. Bir mənlə oturub söhbət eləmir, bir uşaqlarla zaman keçirmir, bir mənə bir xoş söz demir, bir demir ki, sən bugün bütün günü yorulubsan, nə edibsən və s. Çoxları da deyirlər ki, bəs sən məndən nə istəyirsən? Yeməyini, içməyini verirəm, hər şeyini gətirirəm, səhərdən axşama kimi işləyirəm. Mən neynəməliyəm başqa bundan ötürü səndən? Nəyin çatışmır sənin? Belə deyirlər. Bax, o ki, hansı ki, qadınlar kefsiz olurlar, narahat olurlar, yoldaşından danışırlar, nələrsə istəyirlər. Demək ki, orada yalnız o maddiyyat deyil, yalnız o fiziki ehtiyac deyil. Orada qarşılanmayan emosional ehtiyaclar var ki, onu istəyirlər həyat yoldaşından və onu da almayanda o zaman artıq məmnun ola bilmirlər onun etdiyi o birisi şeylərdən də. Ona görə də elə tək qadınlar yox, elə kişilər də həyat yoldaşından bir xoş söz gözləyir, təqdir gözləyir. Misal üçün, bəzən qadınlar deyirlər ki, hə də sən mənim üçün zaman keçir, mənə xoş sözlərdir. Elə qadınlar da bunu etsin. İşdən tutalım ki, gəldi, deyə bilər ki, səhərdən axşama kimi bizim üçün çalışırsan, işləyirsən, əlindən gələni edirsən, bizim dolanışığımız üçün hər şey edirsən. Bax, bu deməli onun
təqdir emosional ehtiyacının qarşılanması deməkdir. Bəy də onun kimi öz yoldaşına görürsə də gözəl görünür, deyə bilər sən nə gözəl görünürsən, sən mənim övladlarımın yaxşı anasısan, sən mənə gözəl yeməklər bişirirsən. Deməli nə baş verdi? Onun təqdir emosional ehtiyacını qarşıladı. Yəni indi burada bir neçə ehtiyac var da və yaxud da dediyim kimi güvən emosional ehtiyacı var. Bunu qarşılamaq, bir çox xanımlar bəzən öz həyat yoldaşlarına güvənmirlər, yoxlayırlar və s. və s. Bunu sən ona yaratmalısan ki, o qədər güvən verməlisən ki, kişi olaraq ki, qadın artıq o güvənin ehtiyacının qarşılandığından başqa şeyə ehtiyac duymasın ki, bəs mən yoxluyum, nəsə edim. Yəni bu bir tərəfli olmur. Hər iki tərəfdən bu olanda hər şey gözəl olur. İndi istəyirəm bir sual verin. Bugün özünüzü ən çox hansı hissdə görürsünüz? Bu suala bir cavab verin. Boşluq hissində, qorxu hissində, yorğunluq hissində, tənhalıq hissində, əsəb hissində, yoxsa ümidsizlik hissində? Bu an sizi hansı ifadə eləyərdi bunlardan? Bunu yaza bilərsiniz. Və bilin ki, hər hansı birinin olması demək ki, sizin o dediyim emosional ehtiyaclarınızın hansınınsa da qarşılanmaması deməkdir. Bu emosional ehtiyaclar birinci bizim tərəfimizdən tanınmalıdır və bunları əlimizdən gələn qədər ilk olaraq özümüz qarşılamağı öyrənməliyik və sonra isə ətrafımızdakı insanlardan da kimlərin bu emosional ehtiyacları qarşılanması gözlənilirsə də onlara da bunu ifadə etməyi bacarmalıyıq. Yəni burada emosional ehtiyaclar fərqlidir də. Biz də özümüzə aid olanları edək və qarşı tərəfdən də ona aid olanları almağı bacaraq. Sizə bir sual vermək istəyirəm. Axırıncı dəfə sizi kim ürəkdən dinlədi? Yəni siz danışdınız və sizin dediklərinizi dinlədi. Əslində bu da bir emosional ehtiyacdır. Bu qarşılanmamağı insanın demək ki, dinlənilmək emosional ehtiyacının pozulması deməkdir. İndi mən sizə bu emosional ehtiyaclarla bağlı bir neçə sual verəcəm və siz baxın, bu suallara cavab verin. Əgər bu suallara cavabınız yox olursa da, deməli bununla bağlı sizin emosional ehtiyacınız qarşılanmamışdır. Misal üçün, siz olduğunuz yerlərdə özünüz ola bilirsinizmi? Olduğunuz kimi qəbul oluna bilirsinizmi? Deməli, bu sizin aidiyyat emosional ehtiyacınızın qarşılanması deməkdir. Əgər qarşılanmırsa da, bu zaman nə baş verəcəkdir? Tənhalıq olacaq, özünü gizlətmək olacaq, insanlardan qaçmaq olacaq, hər kəsi razı salmaq istəyi olacaq. Demək ki, bu emosional ehtiyac qarşılanmır. Sonra, əgər siz düzgün seçim edə bilmirsinizsə də, istədiyiniz yerlərə gedə bilmirsinizsə də, sizin etmək istədiklərinizdə sən bacarmazsan deyilirsə də, deməli, sizin müstəqillik emosional ehtiyacınız qarşılanmır. Bu zaman nə edirsiniz? Hər şeylə bağlı hamıdan icazə almaq istəyirsiniz, öz fikirlərinizi çox vaxt demirsiniz və risk edə bilmirsiniz. Son dəfə özünüz üçün hansı qərarı vermişsiniz? Əgər özünüz üçün heç bir qərar verə bilməmişsinizsə, demək ki, sizin bu emosional ehtiyacınız pozulub, müstəqil deyilsiniz. Qiymətləndirilmək, dəyər görülmək, rəğbət. İnsan görünmək istəyir, təriflənmək istəyir, hiss olunmaq istəyir, dinlənilmək istəyir, dəyərli hiss etmək istəyir və bunlar qarşılanmayanda nə olur? Diqqət acılığı olur, küsmək olur, incimək olur, davadalaş çıxır, davamlı insan təsdiq axtarır. Sonuncu dəfə kim sizin duyğularınıza önəm verdi? Sizin düşüncələrinizə önəm verdi və dediyim kimi sizi dinlədi. Əgər ətrafınızda belə insanlar varsa da, deməli müəyyən qədər o ehtiyaclarınız qarşılanır. Təhlükəsizlik emosional ehtiyacı ilə bağlı nə deyə bilərik?
Əgər insan uşaqlıqda tənqid olunursa, qorxudulursa, ona verilən sevgi şərtli olursa, bu zaman beyin daim təhlükə rejimində yaşayır və bayaq da dedim, belə insanlar daim narahat olurlar, şübhəli olurlar və kontrolçu olurlar. İndi özünüzə sual verin. Mən özümü harda təhlükəsiz hiss etmirəm? Əgər təhlükəsiz hiss etmədiyiniz yerlər varsa da, deməli orada sizin təhlükəsizlik emosional ehtiyacınız qarşılanmayıb. Məna axtarışı. Demək, hər bir insanın dedik ki, həyatında məna olur. Özünü faydalı hiss etməyə. Bura həmçinin bizim işimiz aiddir, evimiz, övladlarımız. Elə bəzi insanlar elə övlada sevgi göstərməyi də onun mənasıdır, həyatının mənasıdır. Və amma sadəcə olaraq insan yalnız işdən, evdən, uşaqdan ibarət olursa da və bunların təkrarından ibarət olursa da, bu zaman deməli o başqa bir mənanı öz həyatına qata bilməyibdir. İndi özünüzə sual verin. Səhərlər sizi yataqdan nə qaldırır ki, məsələn, bugün duracağam, bu işlə məşğul olacağam, özümü yaxşı hiss edəcəm, xoşbəxt hiss edəcəm. Elə bir şey varmı həyatınızda, elə bir məna varmı? Bax, əgər varsa da deməli müəyyən qədər bu ehtiyacınızı qarşılayırsınız. Özünə qayğı emosional ehtiyacı ilə bağlı nə deyə bilərik? Bu dediyim kimi xanımların zəif nöqtələridir və mən elə bu mövzularda xanımlarla çalışıram. Bir çox xanımlar özünə zaman ayıra bilmir, özünə lazım olanları edə bilmir, öz ehtiyaclarını arxa plana qoyur, ətrafında olanların ehtiyaclarını edir və sonra da deyir ki, mən tükənmişəm, bəs məni düşünən yoxdur. İndi bununla bağlı sizə bir çalışma deyim. Demək, bir kağız götürün və orada yazın. Mən əslində marafonlarda belə çalışmalar verirəm. Elə bu təlimdə də sizin üçün bu çalışmanı verirəm ki, sizə də bir faydam olsun. Götürün, yazın. Bir vərəq götürürsünüz və vərəqdə yazın. Son 7 gündə özüm üçün nə etmişəm? Bir dənəsə bir dənə, 3 dənəsə 3 dənə, 5 dənəsə 3 dənə. Yəni nə etmişsinizsə, sırf özünüz üçün nə etmişsinizsə bunu yazın. Əgər cavablarınız olacaqsa, nə xoş, demək ki, sizin bu ehtiyacınız qarşılanıbdır. Əgər yox, cavablarınız yoxdursa da, tapmırsınızsa da ki, bu 7 gündə özünüz üçün nə etmişsiniz, yəni 7 gün az vaxt deyil də. Demək ki, siz artıq bunun üzərində işləməlisiniz. Bu sizin üçün tək çətin olsa, mənə müraciət edə bilərsiniz. Bu mövzularda seanslar edə bilərik və yaxud da mənim marafonlarıma qoşula bilərsiniz. Elə hal-hazırda Məndə Varam marafonu gedir. Artıq ilk Məndə Varam marafonunu keçirdirəm. Bugün biz 13-cü gündəyik və növbəti qeydiyyatı açıq elan eləmişəm. Ətraflı məlumatı sonda yenə sizin üçün verəcəm. Bu marafonda siz elə emosional ehtiyaclarınızı da qarşılamağı öyrənəcəksiniz. Emosiyaları idarə etmək. Çox qadın dedik ki, öz fikirlərini ifadə edə bilmir, emosiyalarını ifadə edə bilmir, emosiya olaraq göstərə bilmir. Bəziləri hətta ağlamağı belə özünə yəni gücsüzlük kimi görür. Bunu kişilər də bəzən edirlər. Yəni ağlamır, ağlamağa ehtiyacı olanda, danışmır, nəsə nə ilə bağlısa danışmağa ehtiyacı olanda. Çox vaxt da susur, duyğuları içinə atır. Amma biz nə dedik? Dedik ki, o duyğular yox olmur. O duyğular bastırıldıqca bizdə fiziki sağlamlığımızın pozulmağına gətirib çıxardır. Onlar bizim bədənimizdə xəstəliyə çevrilir və partlayışa çevrilir. İndi bununla bağlı sizə nə deyim? Bu sualı özünüzə verin, bu cümləni tamamlayın. Əslində mən bunları demək istəyirdim, amma deyə bilmədim. Orada demək istədiklərinizi yaza bilərsiniz. Düzdür, başqalarına bunu deyə bilməmişsiniz. Bu sizin içinizdə yığılıb qalıb. Amma ən azından bunu vərəqə yazmaqla müəyyən qədər siz o emosiyalarınızı da boşalda bilərsiniz. Qarşılanmayan emosional ehtiyaclar bizi necə idarə edir? İnsan bəzən yalnız sevgi yox, həm də aidiyyət axtarır. Bəzən yalnız pul yox, həm də təhlükəsizlik istəyir. Bəzən sadəcə münasibət yox, o münasibətdə qiymətləndirilmək istəyir.
orada problemin əslində özü başqa şey olur. Amma onun kökü isə bizim o emosional ehtiyaclarımız olur. İndi bir kağız götürün və bu sualları yazın. Hansı ehtiyacım uzun illərdir qarşılanmır? Bir düşünün, görün ki, əslində hansı ehtiyacınız var və çox istərdiniz ki, bu qarşılansın, amma uzun illərdir ki, qarşılanmır. Mən bu ehtiyacı qarşılanmağını kimdən gözləyirəm? Misal üçün, dediyim kimi, xanımlar mənə müraciətlər edir. Xanım deyə bilər ki, çox istəyərəm ki, yoldaşım ən azından mənim elədiklərimi görsün, dəyər versin. Desin ki, məsəl üçün, sən bu işi yaxşı görürsən, sən yaxşı həyat yoldaşsan, övladlarıma yaxşı anasan və s. Və yaxud da xanımlar var ki, bir xoş söz istəyir, desin ki, sən mənim üçün dəyərlisən, sən mənim üçün önəmlisən. Amma bu ehtiyacı heç vaxt yoldaşı tərəfindən qarşılamayıb, heç vaxt yoldaşı ona xoş söz deməyibdir. Və o nə düşünür? Düşünür ki, yoldaşı bunu deməli sevmir heç vaxt. Elə deyəndə də yoldaşı bəzən deyir ki, bəs sevməsəydim səndən evlənməzdim də. Yəni, bu bəs eləmir. Qadınlar qulağı ilə sevir. Hər zaman istəyir ki, xoş sözlər eşitsinlər. Bəylərə müraciət edirəm. Xanımların bu emosional ehtiyacını hər zaman qarşılayın. Özü bir gün yox, hər gün. Hər gün sevirəm sözünü deyin, hər gün sən dəyərlisən sözünü deyin, hər gün sən gözəlsən deyin. Yəni, onun elədiklərini dəyərləndirin. Bəylərə də xanımlar bunu desin. Yəni, sadəcə onlardan gözləməyin əziz xanımlar, siz də bunu edin. Və bunu da demək istəyirəm ki, əgər siz gördünüz ki, yoldaşınız bunu sizə qarşı etmir, ən azından siz başlayın da, siz başlayın ona qarşı onun dəyərli tərəflərini tərifləməyə. Bəlkə o da sizdən ilhamlanaraq, o da sizə qarşı sizdə gördüyü müsbət keyfiyyətlər deyəcəkdir. Aha, növbəti sualımız dedi ki, mən onu kimdən gözləyirdim? Buna cavabınızı verin. Bəzən hətta bayaq dedim də bunu, valideynlər övladı üçün hər şey eləyir, amma uşaq ona bir təşəkkür belə demir. Deyir, belə də olmalıdır. Yəni, adam var yoldaşından gözləyir, adam var övladından gözləyir, adam var valideynindən gözləyir. Yəni, hər biri ola bilər. Və mən hansı emosiyamı illərdir gizlədirəm? Bu ehtiyacı özüm necə qarşılaya bilərəm? Bu sualı özünüzə verin. Yəni, mən bu müəyyən emosional ehtiyaclarım var ki, bunları mən... Bildim ya. Ama su getireyim. Yox hələ, yox hələ. Gətirəm. Yarım saat sonra. Hə, üzrlə hesab eləyin. Demək, deyə bilərsiniz ki, bəs məsəl üçün, mən bu emosional ehtiyacları kimlərdənsə gözləyirəm almağı, amma onlar vermirlər də bunu mənə. O zaman onlardan tələb eləyə bilərsiniz. Bu bir. İkincisi də bəs bu ehtiyacları özünüz üçün necə qarşılaya bilərsiniz? Özünüz öz müsbət cəhətlərinizi görüb dəyərləndirə bilirsinizmi? Özünüzə şəfqət göstərə bilirsinizmi? Baxın, mən də varam marafonu da elə bunun üçündür. Orada biz öyrənirik, necə özümüzə şəfqət göstərə bilərik, necə özümüzün müsbət keyfiyyətlərimizi üzə çıxarda bilərik. Və mən bu ehtiyacı özüm necə qarşılaya bilərəm? Bu suala cavab tapırsınız. Və bu sualı bayaq da dedim. Mən hansı emosiyamı illərdir gizlədirəm? Hansı emosiyamı illərdir gizlədirəm? Bu sualı da cavab tapın. Hansı emosiyalarınızı, əslində misal üçün adam var deyir ki, o qədər məni əsəbləşdirirlər, amma mən onlara əsəbimi heç vaxt ifadə eləməmişəm. Və yaxud da əslində mən istəyərəm ki, onlara bir xoş söz deyim, bir xoş münasibət göstərəm, amma o qədər mənə qarşı belə məsafəli davranır ki, mən o içimdə olan xoş duyğuları belə ona göstərə bilmirəm. Ona görə də bax, bunları özünüzdə tapın. İndi sualları bir daha başdan deyirəm sizə. Hansı ehtiyacım uzun illərdir qarşılanmır? Mən onu kimdən gözləyirəm? Bu ehtiyacı özüm necə qarşılaya bilərəm? Mən hansı emosiyamı illərdir gizlədirəm? Bu suallara cavab tapın və hərəkətə keçin. Yəni, nə edə bilərsinizsə, edə biləcəklərinizi edin. İndi isə mən sizinlə bir kiçik meditativ çalışma eləmək istəyirəm. Hazırsınızsa gəlin başlayaq. Rahat olacağınız bir yerə keçin.
rahat ola biləcəyiniz bir yerdə gözlərinizi yumacaqsınız və bu çalışmanı, bu meditativ çalışmanı biz edəcəyik. Hazırsınız? Pluslar yazın. Plus yazın. Mən görüm ki, siz hazırsınız. Aha. Əla, plusları görürəm. Aha. Gözlərinizi yumun. Uşaqlıqdakı özünüzü qarşınızda təsəvvür edin. Öz uşaqlığınızı gözünüzün qarşısında canlandırın. Neçə yaşda olmağınız öz seçiminizdir. İndi o sizə baxır. Siz də ona baxın. Ona yaxınlaşın və ondan soruşun. Nəyə ehtiyacın var? Onun cavabını dinləyin. O sizə nə deyəcək? Çünki emosional ehtiyacların çoxsu uşaqlıqda qarşılanmır. Və böyüyən zaman biz onları görməzdən gəlirik. Ondan soruşun. Nəyə ehtiyacın var? O sizə cavab verir. Onun cavabını dinləyirsiniz. İndi ona deyin. Səni görürəm. Səni eşidirəm. Sən tək deyilsən. Daha səni tərk etməyəcəm. Özünüzü necə hiss edirsiniz? O uşağı necə görürsünüz? Uşağa gülümsəyin. Uşaq da sizə gülümsəyir. Dərin bir nəfəs alın. Nəfəsinizi verin. Emosiyalarınız önəmlidir. Siz də öz uşaqlığınıza bu önəmi göstərdiniz və onu hər zaman dəstəkləyəcəyinizə indi söz verin. Dərin bir nəfəs alın. Nəfəsinizi verin. Duyğularınıza baxın. Gözəl duyğularınızı ürəyinizdə saxlayın. Gözəl duyğularla yavaşca gözlərinizi açın. Ümid edirəm ki, bu meditasiya sizin daxilinizdə o emosiyaları müəyyən qədər oyatdı və o emosiyalar sizdə müsbət, xoş bir aura yaratdı. Biz başqalarından hər zaman gözləyirik emosiyalarımızın qarşılanmağını, amma ilk olaraq mütləq özümüz o emosional ehtiyacların fərqində olaq və onları bacardığımız qədər qarşılayaq. Bundan sonra görəcəyik ki, elə ətrafımızdakı insanlar da bizə eyni ilə davranacaq. Hansı ki, Məndə Varam marafonunun artıq dediyim kimi ilk 21 günlük marafonun artıq iştirakçıları bugün 13-cü gündədirlər və oradakı xanımlar mənə deyirlər ki, mən özümü dəyərləndirdikcə, özümə sevgi göstərdikcə, özüm istəmədiyim şeylərə, başqalarına yox dedikcə, artıq görürəm ki, bu ətrafdan da mənə yansıyır. Ətrafımdakı insanlardan da sevgini görə bilirəm. Onlar mənim sərhədlərimi pozmurlar, onlar da mənə dəyər verirlər. Nə gözəldir bu. Və mən buna çox sevinirəm. Siz də Məndə Varam marafonuna qoşula bilərsiniz. Bu irəliləyişləri siz də görə bilərsiniz. Qarşılanmayan emosional ehtiyaclarını tanımaq sənin həyatının yaxşı getməsi üçün ata biləcəyin ən gözəl addımdır. Onları tanımaq və onları qarşılamaq lazımdır. Bu sənin üçün dəyişimin ən gözəl addımları olacaqdır. Əgər bugün özünüzdə qarşılanmayan ehtiyacları gördünüzsə, emosional ehtiyaclarınızı çətinliklə qarşılayırsınızsa, bilin ki,
bəzən onları tək başına dəyişmək həmişə asan olmur. Buna görə özünüzü günahlandırmayın. Elə sizə dəstək olmaq üçün Mən də varam marafonunu mən hazırlamışam. Bu marafonda özünüzü tanımaq, şuuraltı inancları dəyişmək, emosional yaraları anlamaq və sağlam daxili dayaq qurmaq üçün addım-addım birlikdə işləyirik. Artıq növbəti qeydiyyatımız başlayıbdır. Siz də bugün qeydiyyatdan keçə bilərsiniz və bütün xanımlara özlərini dəyərləndirməsi üçün, ən azından bir emosional ehtiyacını qarşılaya bilmələri üçün ilk gününü hədiyyə edirəm. Yəni, mən də varam 21 günlük marafonunun ilk gününə ödənişsiz olaraq qoşula bilərsiniz. Qoşulmaq üçün sadəcə olaraq mənə şəxsiyə yaza bilərsiniz və yaxud da bu videoda rəy bölməsində mən də varam yazıb və yaxud da marafona qoşulmaq istəyirəm yazıb qeydiyyatdan keçə bilərsiniz. Ətraflı məlumat və qeydiyyat qrupunun linki sizə göndəriləcəkdir. İstəyirəm ki, bütün xanımlar öz emosional ehtiyaclarını görsünlər və qarşılamağı bacarsınlar. Mən də varam marafonunda elə bunun üçündür. Bu marafonu sizə etmək mənim özümün də emosional ehtiyacımın qarşılanması deməkdir. Mən sizə faydalı oluram. Bu mənim həyatıma məna qatır. Sizə dəstək oluram. Sizin də xoşbəxt həyatınız üçün mən də nələrsə sizə vermiş oluram. Bundan daha gözəl necə ola bilər? Bugün məni dinlədiyiniz üçün hər birinizə təşəkkür edirəm. Bugünkü məqsədim emosional ehtiyacları sizə tanıtmaq, ehtiyaclar qarşılanmayanda nələr baş verə bilər bunları sizə göstərmək və ən azından kiçik də olsa emosional ehtiyaclarınızın qarşılanması üçün bugün burada sizinlə birlikdə olmaq idi və düşünürəm ki, bu webinarda başdan sona kimi iştirak edənlər müəyyən qədər emosional ehtiyaclarını qarşılamış oldular. Daha çox emosional ehtiyaclarınızın qarşılanması üçün isə seanslar ala bilərsiniz məndən, marafonlarıma qoşula bilərsiniz. Hər zaman sizə dəstək olmağa hazıram. Siz də özünüzə dəstək olun. Bugünlük bu qədər. Sağ olun, sevgi ilə qalın. Hələlik.